Arkadaşlar, bugün lavabo eləyirik. Yəni mənim lavabom var idi, itdi. Ona görə də bir dənəsini düzəldirəm. Yəni həqiqi deyil lavabo. Özüm də düzəltməmişdim, yəni almışdım. Amma tövsiyə eləmirəm, çünki ya itəcək o sizin əlinizdən. Çünki yəni itirdən ətərsə, yəni digər şeylər məktəbə gedəndə itir. Ona göre yani mektebe de aparmayın ya da aldırtmayın. Almayın, aldırtmayın. Yani böyle diyebilirim. Şimdi lavabonu sadece mən maraq üçün sizinlə atmaq üçün eləyirəm. Bəlkə hansısa bir dostuma verdim, bilmirəm. İndi öz zövqümə uyaraqdan eləyəcəm. Bir ki, karabka eləməyəcəm. Yəni nə maraq qaldı artıq, biz çıxaq dedik. Getməyin. Nasıl heşim gəlmir video, sadəcə öz marağım üçün çəkirəm. Yəni takipçi üçün yox da, yəni öz marağım üçün. Ayaqlar da belə olur bana. Niyə 4 dənə çəkdim, soruşmayın. Bu sizi maraqlandırmır. İstəyənin 4 dənə ayağı olar, istəyənin 5 dənə ayağı olar. Yəni çox kördü eləmə. Ay, mən də çox kördüm. Deməli, birinci ayaqlarını çəkirik, dediyim kimi. Bu lavabo niyə yaxşı olmadı? O gün məktəbdə gül kimi çəkib qoymuşdum. Yanlış anlamayın, dostlarım çəkməmişdim, özüm çəkmişdim. Tamamen kendi şeyimiydi o. Bir de ki, bu da tamamen öz şeyimdi. Sadece bilmirəm nətər oldu belə. Böyle olmaması gerekiyordu. Güller ve günahları izleyenler, ben izliyorum şahsen. Şimdi bizim lavabomuz niye böyle oldu? Özüm derim ki soruşmayın ama özümden soruşuram. Hadi sen niye böyle oldun? Lavabo. Şimdi tamam, yaxşıdır. Zaten eləməydi, yəni ona görə hər üzrə iyisin. Hep belə. Şimdi bunu gəlin xəttiyək, bunu silək birincisi. Dedik ki, mən bugün son yayıncılığı düzəltmək istəyirəm, amma bilmirəm nətər düzəldim. Bir dəfə clay olur ya, o plastilin sirkə yetəcəm, o iğrənc yiyəcəm plastinlər olur ya. Onlardan da düzəltmişdim. Arxasına da 2 tərəfli mat skoç eləmişdim. Çox da işi olmuşdu. Yeni marker qabımın üstüne yapıştırmıştım. Markerin qabı var. Özünün yeni onun üstüne yapıştırmıştım. Diyeceğim bu labo. Bunun küçüklerini eləyəcəm. 99 gün meşədən bugün dostumla yeni oynadıq. Hətta neçə gündə oynayırıq, sadəcə çəkmirəm. Oradakı şey 18-ci gün 3 tapancalıyım. Amma axırda 3 dənə tapancalı idi deyəsən. 18-ci gün idi. Hayda, orada dostum öldü. Sonra heyecandan mən də öldüm. Çünki silahla öldürmək lazımdı birinci. Birinci öldürdük birincisi. İkincisinde öldürdük. Üçüncü canımız
azaldığını gördük. Dostum öldü. Ben de bilmedim. Nağarım özü çok eşik hasarlar çekmiştik. Bir de ağaç toplayarken orada kenarda çal çöpler olur. Onları da toplayın. Kenarda əkin. Qıraqda. Onlarda hasar üçün istifadə edin. Topladıqlarınızı da ocağa istifadə edin. Ocaq önəmlidir. Çünki o müxtəlif canlıları qovur da. Yəni dovşan yox, amma qovur. Sonra keçi də gəlib bu arada. Biz gördük ki, dəvənə da, dələ da ölüb burada. Yaralanıb. Onu bandajla sarıyıb sağaltmaq istəmədi. İndi bilmirik sağar, sağarmır. Axırda biz eləmək istəmədik. Elə bir səhv ona görə də dedik yəqin heç kim qovmayacaq. Axşam bizi dostumu orada keçi qovaladı. Sonra bir dəfə mənim bayquş qovaladı. Axırı yəni biləsiniz ki, orada boş durmayanlar var. Yəni belə oldular bu. Daha çox silim. Bir de ki biz bunu lavabo çəkdimi? Yəni belə. Ayda əzdim ya biraz heç nə olmaz. İndi rəhləməyi çək. Bu qədər karandaşlarım var. Nasıl rəhlik? Biz istəyirəm ki alov rəhləyində olsun. Qəşəng belə. Karandaşlar seçeyim. Bende olan tonlar bu kadar. Başlayayım rehlemeye. Bakın böyle eləyəcək. Müxtəlif yerdən belə rəhləyirik. Rəhləyirik. Yox, rəngləyirik. Doğru. Belə rəhləyirik. Mən müxtəlif ləhcələrim var. Məsələn, eləməmişəm deyirəm. Eləməmişəm sənsə, tənsənsə deyirəm yenə. Bir də ki, mənim dilim bu aralar çox dolaşır. Neydi onun adı? Eləməmişəm deməkdənsə eləməmişəm deyirəm arada. Bəzən dalga geçiyorlar o yüzden. Neydi onun adı? Şimdi ona göre rehlirik. Şimdi bakın böyle oldu. Sonra bununla da rehlirik. Arasında boş aralıklar kalsam. Tezden bir de götüreceğim rehliyeceğim. Bakın üstünden de çiçek. Çünkü aralıklar kalır. Tamamen göl çizimi oldu. Birden götürdüm dedim ki gel lavabo düzeldim. Lavabo. iPhone 17'nin bir de çantası çıkabilir. Deyiblər ki, yəni fərqli bir şey eləyək. Neydi onun adı? Gediblər, düzəldiblər çantasını. Yəni o şeydən görürsə hansı bir kanal var idi. Adı yadımdan çıxdı. Heç adını bilmirdim. Bütün gündəmlər yayılır. O kanal kız var başbakan. Oradan ancaq karşıma çıxır. Bunu da öyrəndim. Neyse ben bunu qəşəngləşdirib gəlirəm. Tutsa belə oldu. Məncə alov kanalı çox şey oldu. Şimdi ben bunu dişlərin üstündən bir də keçim. Belə indi gedim qarşımı gətirim. Gəl. Ben de buranı biraz toparlayayım. Daha doğrusu indi gəldim. Deyirəm ki 2 qatlı olsun, sağlam olsun. Hətta 3 qatlı. Bunu yağını çıxartmayayım. Böyle bu kadar payın ile serbest. Şöyle lavabona falan eləyəcəm, seçsəm. Cevap ne diyor? Kısa bu yarpaqları aldırış eləməyin. Sonbahar şeyini eləmişdim. Sonbahara ait şəkil. Onu da yarpaqları yapıştırmalı çalışanda yarpaq oldu. Yani kirli değil. Yani kirli değilsin. Biraz yeniden demək istedim. Neden kirli? Böyle.
Evet arkadaşlar, lebebimiz hazır oluyor. Şimdi getirip bu şirin karamutumuzu. Kesin. Şimdi keselim. Şöyle bir de lavabo düzeltmek azametleştir. Eziyetli. Bir de çıkraklarından pay koya koya keseceğim. Düşünme sabım yokluğunu güçlen. TGB'liyle kesin. Keserim aslında ama yorucu olur. Yorularım sebirden değil de yorullarım. Bakalım şimdi. Kesin. Dostlar, lavabomuz hazır. Bunun part 2'sinde buna paket falan eləyəcəyik. Bye bye.